Mənbə dedikdə İslam tarixinin ən böyük problemlərdən biri də elə mənbəşünaslıqdadır. Məzhəblərin nə isə zənginləşdirməsi dedikdə isə biz alt tərəfə onu götürə bilərik ki, ənənəvi məzhəblər bir çox şeyləri bidət halında sonradan İslama gətiriblər. Yəni bu günə qədər bizə təqdim olunan bir müstəvi var. Məzhəb müstəvisində bizə təqdim olunan xilafətçilik düşüncəsinin İslam bunun ana qaynağı ilə yaxından uzaqdan bir əlaqəsi yoxdur. İslamın nə kitabında, nə peyğəmbərin həyatı boyunca Ramazan bayramı adlı bir əlamətdar gün olmayıb. Quran-ı Kərimdə də Ramazanın bayram edilməsi barədə heç bir ehkam tövsiyə yoxdur. Bunları müzakirə etmək olmaz, haramdır, dindən çıxmış sayılırsınız. Bir o qədər üstlərinə gedib demək lazımdır ki, xeyr, siz Allahın son dinini fetişləşdirirsiniz. Siz öz həqiqətlərinizdən qorxursunuz. Öz həqiqətlərinizin çilik-çilik olacağından qorxursunuz. Əgər siz Allahın son dini və təkmil dinindən danışırsınızsa, Allahın dininin sənin kimi can güdənə ehtiyacı yoxdur. İslamiyyət dedikdə, həmin o səhabələrin apardığı mübarizə yolunda ilk şəhid olan insan etnik mənşəcə türk qızıdır. Salam, xoş gördük sizi əziz AHB televiziyasının dəyərli izləyiciləri. Biz bugün İslam tarixinin gerçəklikləri və türk izlərini müzakirə edirik. İslam tarixi, din tarixi deyəndə adətən hansısa məzhəblərin özünün baxış bucağından bizə təqdim etdikləri hədislər və yaxud əsatirlər, rəvayətlərlə bağlı bizə hər hansı bir tarix öyrədir. Bəs gerçək tarix nə deyir? İslam tarixinin gerçəklikləri nədən ibarətdir? Biz bugün bu mövzunu müzakirə etmək üçün qonağımız tarix üzrə fəlsəfə doktoru Ceyhun Bayramlıdır. Gəlin birlikdə müzakirə edək. Ceyhun bəy, proqramımıza xoş gəlibsiniz. Çox sağ olun İlqar bəy, təşəkkür edirəm. Gəlin buradan başlayaq. Dinin tarixini öyrənmək üçün yetərli qədər mənbələr varmı? Tarixi qaynaqlar necədir? Hansılarına daha çox ehtimat göstərməliyik? Maraqlı sualdır, amma bəri başdan bunu deyək ki, ilk öncə ənənəvi yanaşmalardan kənara çıxmaqla biz doğruları fəhm edə bilərik. Bu da ondan başlayır ki, mənbələr heç də hər zaman həqiqəti söyləmir. Və mənbələrə sırf istinad etməklə həqiqətə varmaq mümkün deyil. O gerçəkləri sırf mənbələr əsasında ortaya qoymaq qeyri-mümkündür. Bir halda ki, mənbələr heç bir zaman tərəfsiz olmayıb və onu yazan yazarların öz dövrünə görə, öz dövründə yaşadıkları dövlətlərin, hökmdarların diktəsi altında ərsəyə gətirdiyi əsərlərdir. Və onların maraqlarını, məzhəbi baxış bucaqlarını öz əsərlərinə təbii ki, yansıtmalıydılar və onlar da o cür bir əsərlər ərsəyə gətiriblər. Ancaq mənbə dedikdə İslam tarixinin ən böyük problemlərdən biri də elə mənbəşünaslıqdadır. Nə mənada? Məsələn, bu günə qədər fikir vermişsinizsə, ənənəvi tarix elmi İslam tarixi sahəsinə ya qeyri-ciddi yanaşır, ya ehtiyatla ora dərindən nüfuz etmədən, akademik yönümdə tədqiqatlar aparmadan fikir söyləməyə üstünlük verir və daha çox din xadimlərinin öhdəsinə buraxır bu kimi mühüm bir işi. Çünki dinin tarixi özü olduqca çətin, mürəkkəb, amma məsuliyyətli bir elm sahəsidir və orada araşdırma aparmaq üçün, konkret söz deyə bilmək üçün bəsirətdən əlavə, məntiq yükündən əlavə, mənbələrdən əlavə bir də istənilən bir anda qarşına çıxa biləcək niyə suallarının cavablarını bilməlidir tarixçi. Onları düşünməlidir, analiz və təhlil eləməlidir və tərəfsiz baxış bucağı ortaya qoymalıdır. Təəssüf ki, bugün bizim cəmiyyətimizdə də, tək bizdə yox, bütünlükdə müsəlman dünyasında ortaya qoyulan İslam modeli yalnız məzhəbçi düşüncəyə əsaslanır. 4 və ya 5 ənənəvi məzhəb deyirlər. İndi Sünni camiəsi 4 ənənəvi haqq məzhəbi adlandırdığı məzhəbdən danışır və Şiə dünyası da deyir ki, xeyr, 4 deyil, 5 dənə ənənəvi məzhəbdir. İstənilən halda istəyir 5 yox, 15 olsun. Bu hələ o demək deyil ki, onlar həqiqəti özündə ehtiva edirlər və onların doqmaları və yaxud da ərsəyə gətirdikləri tarix ədəbiyyatlar sırf həqiqətdən ibarətdir. Burada biz məzhəbçilik məsələsini xüsusi vurğulamalıyıq və tarixçinin birinci vəzifəsi din tarixinə aid bir əsər ərsəyə gətirdikdə hər hansı məzhəbin baxış bucağından və təsir dairəsindən kənar daha yüksək məqamda dayanan bir baxış bucağı, obyektiv baxış bucağı ərsəyə gətirmək. Bunda belə deyirlər, bəzən belə deyirlər ki, məzhəblər əslində İslamı zənginləşdirdi. Bir
mövzuya fərqli baxış yaratdı, rəqabət mühiti yaratdı. Bu zənginləşdirdi, yoxsa İslamı əslində parçaladı? Yox, mən onu zənginləşdirmək deməzdim. Əksinə mən deyərdim ki, Quran-ı Kərimin özündə ayələr var ki, Peyğəmbərə bildirir ki, sənin dinini firqələrə bölüb parçalayanlar da sənin heç bir əlaqən yoxdur. Onların nəyə uğradıqlarını sən görəcəksən. Və bu ayədən də bəlli olur ki, Peyğəmbərin dinini firqələrə bölüb parçalamaq nəinki zənginləşdirmir o dini, əksinə içəriyə təfriqə salır, yəni parçalanmalar yaradır, insanları və eyni dinin mənsublarını vahid mövqe sərgiləməkdən saxlayır və belə deyək də, ilahi dinin təməllərini sarsıdan bir əməldir bu. Məzhəblərin nə isə zənginləşdirməsi dedikdə isə biz alt tərəfə onu götürə bilərik ki, ənənəvi məzhəblər bir çox şeyləri bidət halında sonradan İslama gətiriblər. Yəni, Peyğəmbərin mübarizə dövrü və onun vəfatından sonraki bir neçə 10 illik dövr İslamın ilk ərsəyə gəldiyi dövr sayılır və İslam dininin ilk ərsəyə gəldiyi bu dövrdə demək olar ki, biz saxtakarlıqlara rast gəlmirik. Çünki mübarizə gedirdi, İslam dini oturaqlaşırdı və bunun təməl qaynağı var idi kitabı. Bu kitabın hələ kitab halında ərsəyə gətirilməsinin özü böyük bir proses idi və böyük problemlərlə müşahidə olunurdu. Ancaq bununla belə hələ məzhəblər yox idi deyə dinə təhriflər, bidətlər də elə sən deyən yox idi. Sonraki Əməvi hökmdarları dönəmindən başlayaraq, daha sonra Zübeydilər və Abbasilərin hakimiyyət iqtidarı illərində ərsəyə gətirilən etiqadi və fikri məzhəblər kontekstində çoxlu sayda bidət İslama daxil olmağa başladı. Məsələn, mən bu gün indi desəm ki, din qardaşlarımız inciməsinə, mən biraz öz müstəqil fikrimi söyləməyə sevən insanam. Yəni, onlara olan bütün hörmətimə rəğmən. Onların qıldığı və adın namaz qoyduğu ibadət fars atəşpərəstlərin gündə 5 dəfə etdiyi ibadətdir. Adı da bunun fars dilindədir. Namaskara, sanskritçədən atəşpərəstlərə, farslara keçib, namaskara sözü günəşi salamlamaq deməkdir. Cüneyt bəy, sizin kitabınızda da mən oxudum ki, yəni, bu mənbə baxımından deyirsiniz ki, 120 il sonra, Peyğəmbər dönəmindən 120 il sonraki bu ilk ədəbiyyatlar əmələ gəlmir. Biz onda deyə bilərik, məsələn, Əməvilər dövründə artıq bu siyasi bir hakimiyyət yaranmışdı və bunların İslamı əslində öz siyasi maraqlarına uyğunda onu formalaşdırmağa başladılar. Mənbələr o vaxtdan tapılırsa, bəli, ilk elə məsələ də bundadır ki, İslamın ilk əsrində baş verən hadisələr qədər zəngin tarix proseslər heç sonraki əsrlərdə yoxdur. Çünki Peyğəmbər, onun sahabələri, onlara tabi olmuş tabeinlər və Peyğəmbərin əhl-i beyti, ailəsi, bunların hamısı İslamın ilk əsrində yaşayıblar da və mübarizə aparıblar. Məntiqlə o dövrə aid olan geniş mənbə və məlumat bazası olmalı idi. Ancaq bunun tam əksinə İslamın ilk əsrinə aid bir dənə ədəbiyyat yoxdur ortada. İslam tarixinə dair mənbə dedikdə təəssüf ki, biz ən yaxşı halda Abbasilərin ilk 10 illiyində ərsəyə gətirilmiş İbn Sədin Təbaqat əl-Kübra əsərini görə bilərik. Təxminən 767-768-ci illərə təsadüf eləyir. Yəni, Abbasilərin hakimiyyətə gəlməyinin ilk 15 illiyində ərsəyə gətirilmiş bir kitabdır. Yəni, bundan əvvəl mümkün deyil ki, olmasın hər hansı bir mənbə. Olubdur. Sadəcə baş verən hakimiyyət savaşları, iqtidarların tez-tez dəyişməsi, bir-birinə düşmən mövqedə olmalar bu ədəbiyyatların ortaya çıxmağına və bugünə gəlib çatmasına imkan verməyib. Yəni, o tarix mənbəşünaslıq deyir ki, Əməvilər dönəmindən gəldi. Həmin dönəmlər həm də bir ərəb dövlətçilik modeli formalaşmağa başlayırdı. Biz onu da belə deyə bilərik mi? Əslində, İslam bəşəri dindir, bütün insanlıq üçün gələn dindir. Bundan ərəblər özü də öz milli dövlətlərini qurmaq üçün istifadə elədilər və bəzi şeylərin yönünü ona dəyişdirdilər. Bəli, mən hal-hazırda indi birinci cildini belə deyim, ictimaiyyətə təqdim etdiyim İslam tarixinin gerçəkləri əsərinin 2-ci cildi üzərində işləyirəm və orada ən mühüm məsələlərdən biri, mənim önəm verdiyim məsələlərdən biri xilafət institutunun İslami olub-olmaması məsələsidir. Yəni, bu günə qədər bizə təqdim olunan bir müstəvi var. Məzhəb müstəvisində bizə təqdim olunan xilafətçilik düşüncəsinin İslam bunun ana qaynağı ilə yaxından uzaqdan bir əlaqəsi yoxdur. Yəni, nə Peyğəmbər vəsiyyət etməyib ki, mən öləndən sonra xilafət qurun İslam adından, nə Allahın kitabında buna bağlı bir əhkam yoxdur ki, Peyğəmbərin dövrü bitdikdən sonra xəlifə seçin və xəlifə sizləri idarə eləsin. Hər hansı bir bununla bağlı işarə, nişanə, əlamət də yoxdur. Yəni, xilafət sırf siyasi termin olaraq ərəb dövlətçilik modelini ifadə edir və belə deyək,
bunun nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini biz ancaq təkcə bu səbəblə göstərə bilərik ki, xırda bir mənzərə çizsə 7-ci əsrin əvvəlində Ərəbistan və Ön Asiya coğrafiyasında bütün demək olar ki, xalqların öz dövlətləri var idi. Efiopların öz Həbəşistan dövləti var idi, Misir var idi, paytaxtı Fustat olmaqla, Yahudilərin Qüds krallığı, bəli, hətta Yəməndə belə həmin o Efiopiyanın valisi o əyləşirdi, Əbrəhə dediyimiz insan. Daha sonra Sasanilər kimi böyük bir nəhəng bir imperiya dövləti var idi, şimal-qərbdə ərəblərdən, şimal-şərqdə və şimalda da Bizans var idi. Təsəvvür edin, bir belə xalqların dövlət qurduğu bir ərazidə Hicaz, Yəmamə və digər Nəcd bölgələrində olan, yaşayan ərəblərin bir dənə dövləti yoxdur. Bunlar nəticə etibarilə fikirləşməyə başlayırlar ki, bizim də öz dövlətimizin olması lazımdır və bu dövlətləşmə prosesinə paralel şəkildə İslam dini meydana çıxmağa başlayır və bu iki baxış bucağı toqquşur. İslam nə qədər bəşəridirsə, xilafət düşüncəsi, ərəb dövlətinin qurulması düşüncəsi o qədər lokal, milli və hətta biraz da militarist baxışdır. Cem, mən sizin kitabınızda buna da rast gəldim. Həm də İslamiyyətin gəlişi ilə bağlı ərəb milli etnik kimliyinin üzərə çıxmasıyla da bağlı məsələ qoyursunuz siz burada. Yəni ərəb etnik kimliyi də həmən İslamiyyətlə bir yerdən gəlib, həm dövlətçilik, həm milli kimlik məsələsini ortaya qoymaq baxımından İslam daha çox ərəblərin işinə yaramamış mı olur? Mən deməzdim İslam ərəbin işinə yaramış oldu. Bax, belə bir şey var da, müsbət olan bir şeyə yanaşma tərzindən asılı olaraq onun necə deyim, funksiyaları, mahiyyəti, məzmunu dəyişə bilir. Məsələn, biz alovu başına təvaf edib ateşpərəstlər kimi ona Allah da deyə bilərik. Onun üzərində yemək də bişirə bilərik. Yəni yanaşmaya bağlı olaraq o alova olan münasibət dəyişir. Bu o demək deyil ki, biz alovu inkar eləməliyik. Yəni məsələ də bundan ibarətdir ki, İslam onun istifadəsinə görə, yəni baxış bucağı fərqlənir İslama. Yəni ərəblər İslam sayəsində digər xalqlar kimi özlərinə dövlət qurmaq, bölgədə öz milli etnik kimliyi ilə ortaya çıxmaq şansı əldə etdilər. Ancaq bu onlara insan olmaq səviyyəsində, necə deyək, bəşəri bir dinin qoynuna sığınmaq, onun vasitəsilə, necə deyərlər, təkamül etmək, inkişaf etmək, tərəqqi etmək şansı vermədi. Çünki onların özünün baxış bucağında milli etnik bir üstünlük düşüncəsi var idi. Bu da Əməvilər dövründə özünü qabarıq şəkildə göstərdi. Yəni, hətta Əməvilərin hakimiyyəti dövründə ərəb militarizmi, pan-ərəbizm elə bir səviyyəyə çatmışdı ki, ərəb olmayan birisi, yəni müsəlman olsa belə, ərəb bir qızla, qadınla ailə qura bilməzdi. Çünki ərəb olmayandan üstün tuturdu. Halbuki Peyğəmbərin sözü var ki, ərəb əcəmdən, əcəm ərəbdən üstün deyil, üstünlük yalnız təqvadadır. Yəni, fərq etməz, qara dərilsən, ağ dərilsən. Burada insaniyyət və bəşəri düşüncələr ortaya çıxmalı olduğu halda biz Əməvilərin, Abbasilərin timsalında pan-ərəbizmin geniş vüsət aldığının şahidi oluruq İslam tarixində. Və buradan məlum olur ki, İslam tarixində ərəblərin İslamdan sui-istifadə etməsi halları, yəni hansı səviyyədə olub, bu hətta İslam tarixinin təhrif edilməsinə qədər gətirib çıxarıb. Bugünkü məhzəblərin ortaya çıxmasında da önəmli düşüncə beyin istiqaməti pan-ərəbizm və pan-farsizmdir. Bunu neçə illər ərzində hətta bizim indi müsəlman dünyasında aşılamağa çalışırlar. Məsələn, ərəb üstünlüyü dediniz ya belə. Bu ərəb yazılarının üstünlüyünü, ərəb milli kimliyinin özünün üstünlüyünü də bizə bir formada çatdırmağa çalışıblar. Yəni ərəblər bu gün də o həmin düşüncənin şüuraltını yenə də yaşayırlar, mənə elə gəlir. Əlbəttə, sadəcə məsələnin kökü nədədir? Tarixi bilməyən çoxluq ona təqdim olunan tarix zənn edir. Məsələ bundan ibarət ki, ərəblərin heç əlifbası yox idi. Bugün bizim ərəb əlifbası, bildiyimiz əlifba 5-ci və 6-cı əsrlərdə ərəblər tərəfindən istifadə olunmurdu. Məsələ bundadır. Bu Nəbati krallığında o ərsəyə gətirilmiş, indiki Yordaniyanın cənubunda Nəbati krallığında ərsəyə gəlmiş bir əlifba idi və Quranın dili də, üslubiyyatı da məhz şimal ərəblərinin, yəni o həmin bölgədə yaşayan ərəblərin ədəbi dil normalarına, üslubiyyatına uyğundur və həmin əlifba sonradan qəbul olunub Hicaz, Nəcd və Yəmən ərəbləri tərəfindən. Məsələnin maraqlı tərəfi də budur. Sizin bax, İslam tarixinin gerçəklikləri bu kitabınızda bir neçə hadisələr var ki, İslam tarixində baş verən hadisələr, olaylar, ya tarixi
mahiyyətindən çıxarılıb bugün bizə başqa cür təqdim olunur. Bunlardan birini də mən oxudum. Bugünkü çox İslam dünyasında geniş qeyd olunan Ramazan bayramından bağlıdır. Bu bizə təhrif olunmuş formada mı çatdırılır bu bayram? Ümumiyyətlə, belə deyək, 9-cu əsrdən etibarən ərsəyə gətirilən etiqadi və fikri məzhəblərinin ortaya qoyduğu doqmalar bir çox hallarda özünün Qurani əsaslara malik olmaması ilə diqqəti çəkir. O yerdə ki, Qurani əsas yoxdur, onu əsaslandırmaq üçün hədisləri müraciət eləməyə başlayırlar və yoxdursa da hədis çıxardırlar. Və bu nəticədə külli miqdarda hədislər, mən bu dəqiqə məsələn orta statistik məlumata görə İslam dünyasında tarixən yazılmış, ərsəyə gətirilmiş hədis külliyyatlarında üst-üstə 1.600.000-dən çox hədis var. Yəni bu 1.600.000 hədisi yazmağa Peyğəmbərin və yaxud da nəql etməyə nə zamanı ola bilərdi, nə vaxtı ola bilərdi, nə də onun yaxın səhabələrin bu işlə məşğul ola bilər. O zaman onlar yəni mübarizə aparmayırdı, yaşamayırdı. Bunun ailə məişət qayğıları və s. işi gücü, bu bir belə hədisi ortaya gətirmək aydın məsələdir ki, bunların mütləq əksəriyyəti saxta, zamanın hökmdarlarının diktəsinə uyğun ərsəyə gətirilmiş və yaxud da hər hansı bir məzhəbin yaratdığı doqmanın ideoloji və əsas boşluqlarını aradan qaldırmaq məqsədi ilə ona əsas qismində hazırlanıb ərsəyə gətirilmiş hədislərdir. Bax, o nöqteyi nəzərdən Ramazan bayramına baxış bucağı da belədir. Mənim fikrimcə, qəti fikrimcə, İslamın nə kitabında, nə Peyğəmbərin həyatı boyunca Ramazan bayramı adlı bir əlamətdar gün olmayıb. Çünki bunun özü əqli, məntiqi dəlillərlə təksib olunur. Quran İslamın ana qaynağıdır və ilk öncə İslam tarixi barədə, İslamın doqmaları barədə fikir bildirərkən birinci müraciət olmalı qaynaq əslində oradır. Quran-ı Kərimdə də Ramazanın bayram edilməsi barədə heç bir ehkam tövsiyə yoxdur. Məsələ bundan ibarət. Və üstəgəl, Ramazan əgər həqiqətən göyün rəhmət qapılarının insanın üzünə açılan bir zamanıdırsa, nə üçün müsəlman ümməti bu ayın gəlişini qeyd etməli olduğu halda gedişini qeyd edir, bayram edir. Məntiqlə onda belə çıxır ki? Yəni, məntiqlə bu belə çıxır ki, burada belə deyək, diqqətdən kənarda qoyulmuş alt niyyət var. Bunun bayram edilməsinin özə məxsus bir tarixçəsi var ki, tarixin bəlli bir nöqtəsindən başlayır. Yəni, sonraki dövrlərdə, Peyğəmbərdən sonraki dövrdə ərsəyə gətirilmiş bir ənənədir. Və bunu da araşdıranda mən gəldim o nəticəyə çıxdım ki, bu Peyğəmbərin əmisi oğlu və yaxın tərəfdarı olan Həzrət Əlinin öldürülməsi hadisəsinin onun rəqibləri tərəfindən bayram edilməsi formasındadır. Yəni, Həzrət Əlinin öldürülməsi təsadüf edir Ramazan ayının 19-u 21-nə. 21-dən 27-sinə qədər həmin xəbər at yolu gedirdi o vaxtı insanlar və Həzrət Əlinin paytaxtı Küfə şəhərindən onun düşməni Muaviyyənin oturduğu Dəməşq şəhərinə 6 günlük at yolu idi. Və 6 gün ərzində xəlifə Muaviyyənin casusu ona bu xəbəri çatdıranda Ramazan ayının 27-si gecəsi idi. Və sevincdən həmin Muaviyyə ibn Əbu Süfyan, Əməvi hökmdarı, ayın 28, 29 və 30-unun 3 gün bayram edilməsi barədə fərman verir. Fikir verirsə, bugünə qədər də o Muaviyyə ənənəsi istər Türkiyə, istər Səudiyyə Ərəbistanı, istər İran, hətta mən təəssüflə qeyd edirdim ki, Azərbaycanda da eyni 3 gün bayram eləmə ənənəsi var Ramazanın. Amma indi onun xalqımız dindar kəsim onu çox yaxşı bir niyyət kimi qəbul edir. Hansı niyyətlə məsələn? Amma tarixi gerçəklikləri fərqlidir. İndi bu tarixi gerçəkliklərə varanda biz baxırıq ki, şəxsiyyətlərin özünün də çox həddindən artıq müqəddəsləşdirilməsi məsələsi var. Məsələn, mən bir yerə gedirdik, orada gördüm, avtobusdan düşdülər, getdilər əl ayağı deyilən bir yerə ziyarət edirdilər. Mənim ilk sualım içimdə belə olmuşdu, yəni gedən adamlara da. Həzrət Əli bir tarixi şəxsiyyətdir və heç vaxt Azərbaycanda olmur. Yəni onun atı gəlib oradan da keçə bilməzdi. Bu batil inançları yaratmaqda məqsəd nə olur? Bu da Peyğəmbərin dövründə yox idi, hər halda sonraki etaplarda baş verib bu. Bəzi hadisələrə yanlış yanaşmamızın səbəbinin əslində nədir? Tarixi bilgisizliyimizdir bəlkə. Tarixi bilgisizlik və ilk növbədə qədim dövrün bir çox ana qaynaqlarının, tarixi mənbələrinin, daha obyektiv yazmış, qeydlər aparmış tarixi mənbələrin mövcud hökmdarlar, sülalələr və məzhəblərin din xadimləri tərəfindən aradan çıxarılması, yox edilməsi ilə əlaqədardır. Bu faktların hamısında biz görürük ki, insanlar bilməməzlikdən
bu nəticələrə gəliblər. Bəzən bir şəxsiyyət barədə olduqca şişirdilmiş məlumata sahib olublar və yaxud da mən buna fetişləşdirmə deyərdim. Buna biz həm Şiə camiəsində, həm Sünni camiəsində rast gəldik. Yəni bütün İslam coğrafiyasında. Bütövlükdə İslam coğrafiyasında şəxsiyyətlər üzərindən bir İslam yaratma düşüncəsi var. Öz təfəkküründə, düşüncəsində və təlqin etməyə çalışırlar ki, ən doğru yolda budur. Halbuki Allahın dini insanlara normal insani yaşam tərzini ifadə edir, belə deyim, təbliğ edir və bunu kimliyindən asılı olmayaraq hər hansı bir şəxsiyyət daha ideal, daha nümunəvi şəkildə həyata keçirirsə, biz onun həyat və fəaliyyətini İslam üçün, deyək ki, örnək götürə bilərik. Ancaq bu qədər, yəni yaxşı insana yaxşı deyərlər, pis insana pis deyərlər. Yəni xalqın gözündə 500 il sonra da, 1000 il sonra da, 500 il əvvəl də, 1000 il əvvəl də yaxşı olan yaxşıdır, pis olan pisdir. Ancaq yaxşını da şişirtmək, onu belə deyim, ona əlavə yüklər yükləmək, bəli, məntiq daha çox fantaziyalar vasitəsilə onu fetişləşdirmək cəhdləri heç də uğur vəd eləmir. İnsanlara müsbət bir şey... Əslində dindən daha çox soyudur. Bəli, insanları azad təfəkkürdən saxlayır. Həmin insanı olduğu kimi tanımağa imkan vermir. Cəmal, ikinci bölümünü belə elan elədik ki, biz İslam tarixindəki türkizmləri də danışaq, türk izlərini danışaq. Belə bir deyim də var. Əslində İslamı türklər xilas etdi. Yəni türklər İslama bir dövlətçilik fəlsəfəsi, dövlətçilik düşüncəsi gətirib İslamı belə bəşəri bir, həm də bugünkü müsəlman dövlətləri var dünyada. Belə bir bunlar gəlib çıxmasında türk düşüncəsinin də rolu çox böyük oldu. Türkizmlər deyirik. Burada bir neçə məqam var sizin. Bu fikirlə razısınızmı ümumiyyətlə türklərin İslama gətirdiyi dövlətçilik düşüncəsindən? Təşəkkür edirəm suala görə. İlk öncə bu korrektlərini etməliyik ki, İslam bir ərəb dini deyil. Ərəb tarixi İslam tarixi demək deyil. Və İslam barədə danışarkən biz ərəbizmlə danışmalı olmuruq. Danışmaq zorunda deyilik. Bugün mən adicə din xadimi olan yaxın ünsiyyətdə olduğumuz insanlarla söhbət edəndə mən onlara irad tuturam ki, niyə bu ərəbin əbasını geyinirsən və bunun İslami bir geyim tərzi olduğunu sən təbliğ edirsən? Deyir, elə deyilmi? Deyirəm, xeyr. Çünki bunu həm Məhəmməd Peyğəmbər öz dövrünə görə bu əbadan istifadə edib, geyinib, geyim forması olaraq, eyni zamanda onun düşməni olan Məkkə müşriklər deyək, hansısa müşriklər Əbu Ləhəb, Əbu Cəhil, Əbu Süfyan, onlar da geyiniblər. Demək, bu hər hansı dini motiv deyil burada. Bu geyimin özü ərəb identik geyimidir, ərəb milli geyim formasıdır. Və sən bunu gətirib İslam dininə calaq etməyə çalışırsansa, artıq sən doğru yolda deyilsən və dini təhrif etmiş olursan. Yəni, aydın məsələ ki, Həzrəti Məhəmməd 19-20-ci əsrlərdə yaşasaydı və dini təbliğ etsəydi, o həmin əba ilə yox, artıq bizim bugün giydiyimizə bənzər bir kostyum və yaxud da geyim formasında insanların önünə çıxacaqdı da. Yəni, bu ən elementar bir məntiqi düşüncədir. Və bəzən insan hər şeyi dogmatikləşdirməyə çalışır. Bəzən insanlar bir şeydə müqəddəsləşdirməyə yol verməyə çalışır. Mən çalışdım ki, həmin o saxta müqəddəsləşdirilmiş elementlərin özünü də burada açıqlayayım. Məsələn, təsbehdən tutmuş Kəbədəki qara daşa qədər mən müzakirə obyekti etməyə çalışdım bu kitabda. Ümumiyyətlə bir şey anlamalıyıq ki, 21-ci əsrin əvvəlində müzakirə olunmayan, tabu kimi görülən bir mövzu demək olar ki, qalmayıb. İnsanlar müxtəlif dinlər üzrə hər bir mövzu müzakirə obyekti edir, ta ki orada həqiqəti aşkarlayana qədər. Və milyard yarımlıq müsəlman dünyası istəsə də, istəməsə də, dünyamız 8 milyarda yaxın insan yaşayır. Və bunun 6 milyard yarımı qeyri-müsəlmandır. Və bu qeyri-müsəlman dünyasının dini institutları, elmi tədqiqat institutları eyninə və uzununa, geninə və boluna bizim dini bizdən daha yaxşı tədqiq edirlər, təftiş edirlər və ortada olan saxta elementləri özləri üçün aydınlaşdırırlar. Biz Xristian dünyasının özünü də görürük, öz dinlərini özləri daha da eleşdirməyə çalışırlar. Bəli. Təftiş edirlər, daha müsbət tərəflərini ön plana çıxartmağa çalışırlar. Bu hər bir dində var. Biz də bunu artıq bilməliyik ki, 2025-ci ildə 21-ci əsrin ilk rübündə müsəlman mənim dinimi müzakirə obyekti edə bilməzsən deməli deyil. Əksinə, özü bilmədiyi həqiqətlərin üzərində analiz, təhlil apararaq, araşdırma apararaq həqiqətləri aşkarlamalıdır. Bəlkə buna təlqin olunan doğrular əslində yanlışmış. Bəlkə buna hər deyilən sözə inanmaq zorundadır mı müsəlman?
İslamın ana qaynağında olmayan bir sürü şeyi İslama aid edib onu yaşamaqla özünü müsəlman zənn etmək zorundadırmı? Bu şeylər gətirir ona çıxardır ki, İslam özünün ənənəvi baxış bucağına görə iki əsas sütun üzərindədir. Üsul-i-din və Firuid-din. Üsul-i-dini qəbul edən hər bir insan müsəlmandır. Bunların arasında Kəbə yoxdur, Qaradaş yoxdur, Məkkə sevgisi yoxdur. Hansısa bir şəxsiyyət üzərindən manipulyasiyalar yoxdur. Üsul-i-din insanı İslamın təməl fəlsəfi nöqtələrini açıqlayır. Tövhid əqidəsidir, kitablar, ilahi kitablar, törələr, belə deyək, yasalar. Onları ortaya gətirən nəbilər, mürsəllər, rəsullar, peyğəmbərlər, belə deyək. Və həmçinin yaxşı əməllərə sövq etmə və pis əməllərdən çəkinmə. Buna indi ərəb dilində əmr biməruf və nəhyəz münkər deyirlər. Və bunların hamısı üsul-i-dincə cəmləşir. Cənnət, cəhənnəm barədə düşüncələr və s. Bunları qəbul edən hər bir insan müsəlmandır. Yerdə qalan əməllər, ibadət və digər məsələlər isə təfərrüat olub Firuid-dində cəmləşir. Kəbə də bunun içindədir, həc ziyarətdə bunun içindədir, zəkat vermək, xums vermək, ibadət, namaz deyirlər, salat, oruc və s. Bunların hamısı Firuid-dinə aiddir. Firuid-dində olan məsələləri isə 5 məzhəbin baxış bucağı deçəyini deyil. Demək ki, bunların hər birisi müzakirəyə açıq olan mövzulardır və nə qədər burada dogmatikləşdirməyə yer versələr, tabu yaratsalar süni şəkildə, bunları müzakirə eləmək olmaz, haramdır, dindən çıxmış sayılırsınız, bir o qədər üstlərinə gedib demək lazımdır. Xeyr, siz Allahın son dinini fetişləşdirirsiniz. Siz öz həqiqətlərinizdən qorxursunuz. Öz həqiqətlərinizin çilik-çilik olacağından qorxursunuz. Əgər siz Allahın son din və təkmil dinindən danışırsınızsa, Allahın dininin sənin kimi can güdənə ehtiyacı yoxdur. Allah öz dinini sabit qədəm edib. Sən onun dininə can güdənliyi etməyin heç bir mənası yoxdur. Əksinə Allahın qaydalarını, dinin təməllərini ortaya qoyub müzakirə obyekti eləmək lazım ki, həqiqət ortaya çıxsın. Yalanlara yer qalmasın. Saxtakarı faktları üzərindən insanlar, kütlələr idarə olunub manipulyasiya edilməsin. Məhz bu nöqteyi nəzərdən İslam tarixinin yazılmasında böyük bir dönəmin başlanması düşüncəsindəyəm. Yəni, bu dönəm artıq başlamalıdır. Çünki 21-ci əsrdə artıq keçmişin reallıqlarından, keçmişin o fikirlərinlə də qalma olmur. Roma papasının belə bir fikri var idi. İnsan olğunlaşdıqca, insan yaşad olduqca, dünyanı dərk elədikcə, bu texnoloji yenilikləri də gördükcə, onun özünün Tanrıya münasibəti də dəyişir. Olğunlaşır, başqa bir mərhələyə keçir. Biz də hətta bugün dediyin cənnət, cəhənnəm məsələsinin özünə də yanaşmalarımızda artıq 21-ci əsrin reallıqlarından da baxa bilməliyik, eleşdirə bilməliyik. Nəyin doğru olub, nəyin düzgün, ilkin variantında ola bilsin ki, həmən şeylərə münasibət fərqli idi insanların. 1500 illik bir tarix var və insan olğunlaşdıqca ona da fərqli baxmağa başlayır. O sualınızın digər hissəsi türkizmlərdən bağlı o qaldı. Onu mən istəyərdim sözü kəsim, onu da bildirim. Ümumiyyətlə, İslam tarixinin ərəb tarixi kimi götürülməsi yanlış düşüncədir. Bunu bayaqdan dedik. İslam tarixi ərəbin tarixindən ibarət deyil. Ərəb İslam vasitəsilə öz tarixinə zənginlik qatıb. Belə demək mümkündür. Və İslamın ərsəyə gəlməsində heç də ərəblər təkcə semit soylular iştirak eləməyib. Yəni, onların da böyük bir qismi müşrik, bütpərəst və həmçinin yahudilər olublar. Semit soylulardan söhbət gedir. Ancaq semit soylulardan qat-qat Tanrıya, Allaha, yaradıcı qüvvəyə yaxın olan, öz içində onu daşıyan və mübarizəsi aparan, onun haqq yolu uğrunda mübarizə aparan digər qeyri-ərəb xalqlar olub. Məhz bu baxımdan farslılar da biz türklərdən öndədir, mən deyərdim. Çünki onlar artıq 7-ci əsrin sonu, 8-ci əsrdə idrak edirdilər ki, ərəblər İslam dinindən sui-istifadə edərək militarizm siyasəti yürütməyə başlayırlar və farslar o zaman İslamda bir panfarsizm ənənələrini ərsəyə gətirməyə çalışdılar. Fikir versək, əksər İslam alimləri, həmin dövrdə ərsəyə gəlmiş alimlər və hədis yazan mühəddislərin əksəriyyəti farsdır. Nişapuridən tut, Buxarıya qədər. Yəni, bunların hər birisində biz onun şahidi oluruq ki, farslar belə İslamdan öz faydalarını götürməyə, öz dövlətçilik ənənələrinə də onu otuzdurmağa çalışırdılar. Yəni, nəticə etibarıyla o qədər bu işdə başarılı oldular ki, hətta Əməvilərdən sonraki Abbasi hökmdarları Sasani şahların geyim tərzini Abbasi sarayına gətirdilər və özləri geyinməyə başladılar. Bunu bütün qərb tədqiqatçı alimləri öz əsərlərində qeyd edirlər.
Yəni biz türklərə məsələ gəlincə isə biz ərəbin və farsın nağıllarına inanmaq yerinə açıq araşdırmalar aparırıq və görürük ki, türklərin yeri heç də farslardan az olmayıb. Əksinə ərəbin özündən daha çox biz türklərin yerini görə bilərik İslamda. Sadəcə İslamı təfəkkür, yanaşma tərzi olaraq Ərəbistan coğrafiyasını çıxartmaq yetərlidir. Çıxartdıqda biz görəcəyik ki, Quranın özündə türk coğrafiyası ilə bağlı kifayət qədər ayələr var. Amma Səlcuqlar dövründə elə Osmanlı özü ilə də əslində türk dövlətçilik ənənələri biz onu Ərəbistan yarımadasından çıxarmış olduq əslində İslam deyil. Bəli. Adicə elementar bir fəsil, məsələn, burada mən bir fəsil ona həsr elədim bu əsərdə. İslamiyyətin ilk şəhidi türk qızıdır. Yəni İslamiyyət dedikdə Həzrət Məhəmmədin mübarizə apardığı 22 illik bir dövr nəzərdə tutulur və həmin dövrdə İslamiyyət dedikdə həmin o səhabələrin apardığı mübarizə yolunda ilk şəhid olan insan etnik mənşəcə türk qızıdır. Həmədandan olan, əsl adı Pamuk olan bir Süməyyə ismi sonradan verilmiş bir qadındır. Əmmar bin Yasir səhabə Əmmar bin Yasirin anasıdır və şəhid edilir müşriklər tərəfindən. Yəni bu ən elementar bir məsələdir ki, nə üçün adama sual verərlər ki, obyektiv deyirsinizsə ərəb tarixçilərinə, fars tarixçilərinə, niyə bunların heç birisi bunu yazmayıb? Niyə bunu qısqanclıqla qarşılayıb üstündən ötməyə çalışıblar ki, nəticədə bugün biz 20-ci əsrin görkəmli İslam alimi, milliyyətcə puştun olan Pakistanlı ilahiyyat elmləri doktoru və professor Muhammed Hamidullahın İslama giriş əsərindən tapırıq bu faktı və görürük ki, bəli, İslamiyyətin şəhidi türk olub. Amma bugünə qədər belə təqdim olunur ki, İslami türklər sadəcə 10-cu əsrdə Qaraxanlılardan sonra qəbul ediblər. Yəni bu vaxta qədər türklər müşrik olub, yəqin kafir olub, Allah tanımaz olub. Yəni bu cür yanlış bir düşüncə tərzi var. Ona görə də Ceyhun müəllim, tarixi mənbələr ortaya qoyulmalıdır ki, bax sizin kitabda mən bir maraqlı bir məsələ gəldim. İndi bu fetişləşdirmək məsələsində də Peyğəmbərin öz barmağı ilə ayı ikiyə parçalanması. Orada çox məntiqlə mən baxdım ki, siz ona bir qlobal da yanaşırsınız. Yəni bu tək ay Ərəbistan yarımadası üçün deyil ki, yəni həmin dövrdə Yunan var idi, Bizans var idi, Roma var idi. Çin qaynaqları var idi, yəni, bəli. Çin qaynaqları var idi. Dünyanın heç bir qaynaqlarında ayın ortadan bölünməsindən bağlı elə bir hadisə yoxdur. Yəni bu indi nağıllaşdırılmış əslində əsatir formasında bizə təqdim olunub. Bununla dinin güya mahiyyətini qaldırmaq istəyirlər. Əslində bu da bir gerçəkçi deyil və insan düşüncəsindən də kənardadır. Türkizmlərindən danışırıq. Sizin burada mən rast gəldim. Musa peyğəmbərlə Xızır peyğəmbərin rastlaşması. Əslində Xızır Nəbidə deyirlər buna. Xızır peyğəmbər türklərin Tanrı tərəfindən elçisidir, amma o peyğəmbər kimi biz qəbul edilmir. Belə deyək, şuuraltımızda var. Bu da maraqlı bir faktdır. Türkizmlərdən gələndə burada Azərbaycanla adı keçir. Bu tarixi mənbələrdə nə qədər doğrudur? Qaynaqlarda, hətta ərəb qaynaqlarında belə Quran-ı Kərimin Əl-Kəf surəsi 60-82-ci ayələrində haqqında söhbət gedən Musa və Xızırın görüşü məsələsində tərəfin biri Həzrəti Musa kimi qeyd olunur, digəri Xıdır əleyhissalam kimi qeyd olunur. Dəlzəl məsələsinə görə bəzən orada Xıdır, bəzən Xızır sözünün bir şahidi oluruq. Araşdırmalar göstərir ki, istər Azərbaycan sözü, istəyir Xəzər dənizin ismi, Xızır peyğəmbərlə əlaqəsi ehtimalı var. Və bizim Xəzərlər kimi gördüyümüz tarixi türk boylarından biri öz ismini eləməz Xıdır peyğəmbərdən götürdüyü barədə yəni ehtimallar var və bu ehtimallar kifayət qədər ciddi tarixi əsaslara malikdir. Və hadisənin analiz və təhlil edilməsi zamanı biz həmçinin onu görürük ki, əvvəla dünyaya təlqin və təbliğ olunandan fərqli olaraq türklərin öz peyğəmbərləri olub. Bəziləri türkləri peyğəmbərsiz bir qövm kimi zənn ediblər. Xeyr, türklərə də Tanrı elçiləri gəlib və onlara Tanrı törələrini, ilahi yasaları öyrədib, onları haqq yoluna çəkib, bəzən onların haqq yoluna sapanları da olub. Hər bir xalqda, millətdə necə bizdə də elə. Və tarixi təkamül prosesində tək tanrıçı bir əqidəni, əsaslarını ortaya qoyublar, ərsəyə gətiriblər. Və türk etnosunda böyük edən bu məqamdır. Və Musa ilə Xızırın görüşdüyü məkanın Azərbaycan tarixi, coğrafi arealının təsadüf etməsi məsələsi mənbələrdə öz əksini tapır. Və mən həmin mənbələri bu əsərdə əks etdirməyə çalışmışam.
Onların barəsində indi dəyərli oxucularımız maraqlanıb oxusalar bu əsəri görəcəklər həmin mənbələrdən olan məlumatları və sitatları. Və mənim əsas demək istədiyim ondan ibarətdir ki, bəziləri bildirir ki, Quranda qeyd olunur ki, Musa Xızırı iki dənizin qovuşduğu yerin yaxınlığındakı qayalıqda tapdı. Belə bir ifadə keçir həmin ayələrdə. Və Xəzər dənizi axı bir dənizdən ibarətdir. Bu deyir, iki dənizin qovuşduğu yerin yaxınlığında. Məsələnin kökü nədən ibarətdir? Ən böyük yanlış tarixçilər tərəfindən ondan ibarətdir ki, 20-ci əsrin tarixçiləri tarixi 20-ci əsrin xəritələri üzərində, fiziki xəritələri üzərində qurmağa çalışırlar. Bu yanlış düşüncədir. Təbii ki, 20-ci əsrin xəritələrində Xəzər dənizi uzun-çox formada, lakin vahid bir dəniz kimi görsənir. Lakin Xəzərin qabarma və çəkilmələrini biz bildiyimizdən, biz bilirik ki, zaman-zaman o öz sərhədlərini aşıb bəzən formaca daha oval və yumru bir şəkil alıb, yəni sahilləri su basıb, hətta indiki Türkmənistan və Qazaxıstan, hətta Özbəkistan, Qarakalpakistanın bir hissəsini əhatə edib o ərazi və bugünkü Aral dənizi dediyimiz o göl vaxtı ilə Xəzərin bir hissəsi olub. Ona görə o ərazilər sırf qumsallıq ərazilərdir, fikir versəniz, əkinə-biçinə yararsız, yəni demək olar ki, və yəni dəniz qumlardır da, belə deyək. Sonradan suyun çəkilməsi nəticəsində həmin ərazilər quru olub və Aral dənizi oradan ayrılıb. Zaten dənizin adı da Aralı dəniz mənasını verir. Yəni Xəzərdən Aralı düşmüş dəniz. Və Xəzər dənizinin özünün də formaları zaman-zaman dəyişib. Bəzən də su çəkildiyi zaman o iki ayrı-ayrı dərin su hövzəsindən ibarət olub. Xəzərin özünün xəritəsinə baxsalar insanlar hər birisi görəcəklər ki, onun şimal və cənub hissələrində dərin məkanlar var, hövzələr var və zaman-zaman su çəkildikdə bu hövzələr ayrı-ayrılıqda bir müstəqil su hövzələri olub, yəni müstəqil göllərdən ibarət olub, dənizdən ibarət olub və Abbasqulu Ağa Bakıxanov Gülistani İrəm əsərində qeyd edir ki, Çapovulçu Türkmən tayfaları kəsə yolla gələrək Şirvan əhlini çapıb tallayıb geri qayıdırdılar. Həmin yoldan gəlir, quru yoldan. Məsələ də bundadır ki, indiki bu Abşerondan, Şahdili burnu və Pirallahı dediyimiz bölgədən Türkmənistana quru yol var idi. 19-cu əsrdə təxminən bu su bastı, bir daha Xəzərin qabarması nəticəsində su bastı və həmin ərazi artıq keçilməz oldu. Türkmənistan bizdən aralı düşdü. Və xatırlayarlar, yaşlı insanlar, hansı ki ikinci Dünya müharibəsini görüblər, onlar xatırlayarlar. Mircəli Bağırovun dövründə Bakı neftini qatar vasitəsilə Novorosiyskdən aparmaq mümkün deyildi. Çünki Novorosiysk tərəf Hitler Almaniyası tərəfindən bombalanırdı. Və bu Bakı neftini Həştarxana çatdırmaq üçün Xəzərdən dəniz üzərindən tankerlərlə aparmaq lazım gəlirdi. Bir-birinə möhkəm bərk edilmiş tankerlər çəkib aparırdı o barelləri. Məsələ nədən ibarətdir? Xəzərin o hissəsinin dayaz olması səbəbindən tankerlər keçə bilmirdilər. Yəni Bakı buxtasından fırlanıb yuxarı çıxa bilmirdilər şimala tərəf. Həştarxana. Xüsusi qazma qurğuları bəli gəldi. Mirzəfər Bağırovun tapşırığı ilə Moskvadan tapşırıq verdilər. Xüsusi qazma qurğuları gəldi. Həmin dayaz hissəni dərinləşdirdilər süni şəkildə. Ondan sonra tankerlər oradan keçdi, getdi. Bu onun sübutudur ki, Xəzər dənizinin ayrı-ayrı iki dənizdən ibarət olması tarixdə dəfələrlə baş verib. Və bu zamanda Xəzər dənizi iki ayrı-ayrı dənizdən ibarət olub, onun sahilində olan qayalıqda baş verən hadisədə Azərbaycan tarix coğrafi arealına aid edilə bilər. Bugünkü yəni Xızırın görüşündən deyildik. Bəli, Xızırla Musanın görüşdüyü məkan indiki Xızır rayonunda yerləşən Beşbarmaq dağıdır. Həmin dağıdır. Ceyhun müəllim, təşəkkür edirəm gəldiyinizə görə. Burada çox maraqlı faktlar var. İndi bayaq da dediniz ki, bu kitabda eleştiriyə açıq olacaq. Yəni tarixi reallıqları bizə göstərəcək çoxlu məlumatlar var və mən elə hesab edirəm ki, biz bu kitabda oxuduğumuz tarix faktlara daha çox söykənməliyik. Nəinki hansısa məzhəb üstü bizə təqdim olunmuş, bayaq dediniz 1.600.000 doğrudan çox böyük rəqəmdir və bunlar hamısı ötürülüb, yəni Peyğəmbərin adından danışılıb, onun əsəbələrinin adından danışılıb. Mənə elə gəlir ki, biz 21-ci əsrdə yaşayırıq, tarix faktlara söykənib, gerçəklikləri məntiqimizin qəbul elədiyi qədər dinimizə də sahib çıxmalıyıq və elə olursa doğrudan sahib çıxacaq. Əgər onu bizim düşüncələrimiz, məntiqimiz qəbul olunursa, yox, o din hansısa
utopiyanın üzərində, fantaziyalar üzərində qurulursa, ondan bugünkü çağdaş insan ondan daha çox uzaqlaşır. Mən təşəkkür edirəm, gəldiniz, dəyərli vaxtınız. Çox sağ olun, təşəkkür edirəm. Bu kitabla bağlı da onu bildirmək istəyirəm nəticə etibarilə ki, mən məhz bu kitabda yazılan məsələlərin hər birinin açıq debatlar və müzakirələrə, yəni açıq olduğunu bildirmək istəyirəm və təklif edərdim ki, kim bu mövzuda istəyir debat, istəyir müzakirə, istəyir alternativ fikir söyləmə imkanı varsa, biz məmnuniyyətlə studiya verilişlərində onlarla üz-üzə gəlməyə, birgə bu məsələləri bir daha müzakirə süzgəcindən keçirməyə, yəni mən hazıram və hər kəsi də oxuyan insanlar, xüsusən də dini camiə mənsublarını, ilahiyyatçıları, din tarixi üzrə mütəxəssisləri bu məsələlərlə maraqlanmağa, əgər bunlara qarşı əks arqumentləri varsa, birlikdə studiya verilişində açıq debat formasında bunları müzakirəyə çıxartmağa onları dəvət edirəm. Mən də kitabı oxuduğum üçün sizlə belə bir ehtiyac duydum ki, bunu biz müzakirə eləyək. Nədən? Çünki kör-körənə, mən özüm də kör-körənə inanmaq istəmirəm və kör-körənə inanc bizi heç yerə götürməyəcək. Şübhə, məntiqin əsas məsələlərindən biri şübhədir. Yəni, öyrənmək istəyi. Biz də cəhd edirik ki, tariximizi, həm də İslam tarixi bizim İslam tək ərəb coğrafiyasının deyil, həm də bizim qlobal, regional olaraq bir coğrafiyanın tarixidir. Bu tarixi də biz doğru düzgün öyrənməliyik ki, dilimizə də hər zaman sahib çıxaq. Minnətdarım bir daha gəldiyinizə. Təşəkkür edirəm mən də. Dəvətinizə görə çox sağ olun. Əziz izləyicilər, bununla da proqramımızın sonuna çatdıq. Xatırladım ki, tarix üzrə fəlsəfə doktoru Ceyhun Bayramlı ilə biz İslam tarixinin gerçəkliklərini müzakirə edirdik. Sağ olun, görüşənədək.